Uğurlu olmaq üçün 5 praktika. Birincisi, planlarını heç kimə danışma. Ona görə yox ki, kiminsi gözü dəyəcək və yaxud negativ enerjisindən sənin bütün planlarını dağıdacaq. Yox, belə bir şey yoxdur. Sadəcə beynin belə bir funksiyası var. Sən hər hansı bir planı danışanda beynin həmən o enerjini atır, gərginliyi azaldır və artıq nəticəyə çatmaq üçün onun gücü və motivasiyası olmur. İkincisi, xırda işləri tez bitirmək, ertələməmək və yığmamaq. Beyin həmən işləri tez bitirəndə kontroldə olduğunu hiss edir və həyəcanı azaldır. Bu magiya deyil, bu neyrofiziologiyadır. Üçüncüsü, özünə haqq qazandırmamaq. Heç bir halda və heç bir kəsin qarşısında. Özünə haqq qazandıran insan daha zəif insan kimi görünür. Və əgər sən içindəki şübhələrlə bacarsan, o zaman həyat da sənə kontrol üçün yoxlamalar göndərməyəcək. Dördüncüsü, şikayətləri yığışdır. Hətta ən xırda bölüşürəm şikayətlərində. Şikayətlər sənin çarəsizliyini möhkəmləndirir və sən nə qədər çarəsiz olacaqsan, o qədər də psixikan sənə bunu təsdiq etmək üçün material göndərəcək. Sən hərəkətə fokuslananda nəticələr dəyişəcək və reallığın tamam başqa cür olacaq. Beşincisi, mütəmadi təklik. Bu izolyasiya deyil. Bu başqalarının emosiyalarını hiss etmədiyin bir sahə olacaq. Bu sahədə sən özünü yaxşı eşidəcək, həmçinin də hiss edəcəksən. Belə olduqda beynin özünə fokuslanacaq və qərarlarda, hərəkətlərdə dəqiqlik olduqda həyat qapıları sənə daha tez açılacaq.